ona pasport verməsini öz qələmi ilə ifadə edib və mən indi o statusu sizin üçün oxuyuram. Əvvəlcə bu hadisə necə baş verib? Yəni 94-cü ildə onun cibinə dırnaqarası necə qumbara qoyulub, bu barədə Əli yazır. Qeyd edir ki, bu hadisənin üzərindən düz 31 il keçir. Yəni 10 sentyabr 1994-cü ildə bu məlum hadisə baş verib. Ya, indi səsin əli olduğunu deyirsiniz. Problemin demək kökünü tapdıq. Davam edək. O zaman Heydər Əliyev Rusiya sülhməramlı dırnaqarası qüvvələrini işğal edilmiş Qarabağa dəvət edirdi və buna etiraz məqsədi ilə Xalq Cəbhəsi şəhərin mərkəzində mitinq təyin etmişdi. Hakimiyyət mitinqə təbii ki, razılıq verməmişdi. Çünki 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin gördüyü ilk işlərdən biri xalqın sərbəst mitinq, yürüyüş keçirmək hüququna qadağan qoymaq olmuşdu. Əbülfəz Elçibək Hələkidə olduğundan Bakıdakı mitinqə hazırlıq işinə və mitinqin özünə AXCP sədr müavini olaraq mən rəhbərlik edirdim. 10 sentyabr günü təqribən 1 saat ərzində polis nümayişçiləri şəhərin mərkəzində ora-bura qovduqdan sonra bir neçə min nümayişçi ilə Cəfər Cabbarlının heykəli yerləşən meydanda bir araya gələ bildik. Mən mitinqə başladım. Tribuna olmadığından mitinqçilər məni çiyinlərinə qaldırdılar və mən onların çiyinləri üzərində minlərlə nümayişçiyə xitab etməyə başladım. Polis görəndə ki, öz gücünə adi qaydada mitinqi dağıda bilmir, polis maşınlarını nümayişçilərinin üzərinə sürərək mitinqi dağıtdı. O zamanki yaxın ətrafım, veteran cəbhəçilər xatırlayır. Mənə də meydanı tərk etməyi təklif etsələr də, mən getmədim və meydanda tək qaldım. Meydandan hamını dağıtdıqdan sonra polislər məni əhatəyə alıb əvvəlcə dəyənəklərlə qəddarcasına döydülər, sonra da həbs edib Bakı şəhər baş polis idarəsinə apardılar. İdarədə məlum oldu ki, barəmdə saxta cinayət işi başladılıb. Güya mən mitinq meydanına cibimə tank əleyhinə qumbara qoyaraq getmişəm. Polislər də məni həbs edəndə cibimdən həmin qumbara çıxıb. Həbs olunduqdan sonra məni şəhər polisinin məşhur Zirzəmi həbsxanasında saxlayırdılar. Oradakı vəziyyət yəqin ki, yalnız Əsəd rejiminin Zirzəmi həbsxanaları ilə müqayisə oluna bilər. Mən dərhal azlıq edib Bail həbsxanasına köçürülməyimi tələb etdim. Bir həftədən sonra məni Bail həbsxanasına köçürdülər və mən azlığı dayandırdım. Məni həbsdə uzun müddət saxlamaq mümkün olmadı. Əvvəla ona görə ki, cinayət işini çox diletantcasına quraşdırmışdılar. Cinayət işində iddia olunmuşdu ki, tank əleyhinə qumbara mənim cibimdən çıxıb. Ancaq istintaq eksperimenti zamanı məlum oldu ki, mənim əynimdəki kostyumun ciblərində fabrik işləri qalır. Mən onları sökməmişdim və deməli ora qumbara qoyula bilməzdi. Köynəyimin cibinə isə qumbara yerləşmirdi. Müstəntiqlər çox pis vəziyyətə düşmüşdülər. Çox diletantcasına, naşıcasına və yekəbaşcasına bir iş hazırlayıblar. Heç yoxlamadan ki, Əli Kərimlinin cibi var, yoxsa yoxdur. İttihamnaməyə yazıblar ki, onun cibində tank əleyhinə qumbara var və ekspertiza zamanı buna görə çox pis vəziyyətə düşüblər. Əli Kərimli daha sonra yazır. İkinci səbəb bu idi ki, mənim həbsim çox ciddi beynəlxalq rezonans yaratmışdı. Həbsimdən cəmi bir il öncə mən dövlət katibi, indiki idarəetmə qaydası ilə desək, prezident administrasiyasının başçısı vəzifəsində işləyirdim və xarici ölkələrdə tanınırdım. Təkcə Amerika Birləşmiş Ştatlarından 17 senator və konqres üzvü mənim azad edilməyimlə bağlı Heydər Əliyevə məktub göndərmişdi. O zaman isə dünya bir qütblü idi və Heydər Əliyev qərb liderləri ilə hesablaşırdı. Beləliklə bir neçə həftədən sonra mən həbsdən azad edildim və barəmdə cinayət işi dayandırıldı. İndiki problemin kökü də onda qoyuldu. İndiki problem dedikdə Əli bəy ona pasport verilməməsini nəzərdə tutur. Haqqımda cinayət işi məhz dayandırıldı, xitam edilmədi. Həmin cinayət işi düz 31 ildir ki, xitam edilmir və bu absurd bəhanə ilə rejim mənim xarici səfərlərimə mane olur. İndi isə məsələnin hüquqi tərəfi haqqında. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən mənim ittiham olunduğum qanunsuz silah saxlama cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti 5 ildir.
Yəni istintaq orqanının borcudur ki, 5 il ərzində mənim cinayət törətməyimi ya sübut edib başa çatdırsın, ya da ən azı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün barəmdəki cinayət işinə xitam versin. Başqa sözlə, mənim barəmdə 31 il öncə quraşdırılmış və saxtalığı ilə o vaxt üzə çıxmış cinayət işinə xitam verməmək və bu absurd bəhanə ilə mənim xarici səfərlərimə 20 il müddətində qadağan qoymaq Ginnesin rekordlar kitabına düşəcək qədər qeyri-adi bir hal, əsl analoqsuzluq nümunəsidir. Rejim 31 illik saxta cinayət işini bəhanə edib, məni bu dəfə Varşava təhlükəsizlik forumuna buraxmayacaqsa, bütün dünyanın gözündə özünün növbəti dəfə rüsvay və siyasi rəqibi ilə sivil qaydada yarışa bilmədiyini etiraf etmiş olacaq. Hər bir qanunsuzluğun bitdiyi bir gün olmalıdır. Rejim zərərin yarısından qayıtmağın da bir qazanc olduğunu unutmamalı. 20 ildən sonra olsa da nəhayət mənim pasportumu verib xarici səfərlərimə qadağanı götürülməlidir. Hörmətli tamaşaçılar, bu AXCP sədri Əli Kərimlinin Facebook statusunda yazdığı qeydlər idi. O bizə izah elədi ki, onun öz dilindən eşitdik, öz qələmindən şahid olduq ki, Azərbaycan hakimiyyəti onu şərləmək üçün cibinə necə qumbara qoyub, tanq əleyhinə qumbara qoyub və bu gülməli məsələni 31 ildir Azərbaycan hakimiyyəti hələ də aktual olaraq saxlayır. Xalq Cəbhəsi sədri Əli Kərimliyə pasport vermir.